Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Sponsor Endokrin Mərkəz. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün psixoloji pozuntu və psixi xəstəliklərdən ümumi olaraq danışmağı qərar verdik. Təbii ki, bir saat ərzində istənilən problemlə bağlı məhz izləyicilərimiz üçün də canlı efirimiz açıqdır və baş verən problemlərin kökü, qaynağı, səbəbi, əlamət və simptomları haqqında müzakirə edəcəyik. Bizim dəyərli həkim, psixoterapevt Elmir Əkbərli. Doktor, xoş gəldiniz. Sizi yenidən görmək çox xoşdur. Demək olar ki, ciddi və aktual mövzuların hər zaman müzakirəsini edirik. Amma nəzərə alsaq ki, hər zaman bizə bu saat yetmir deyə, bir saat ərzində fikirlərimiz natamam qalır deyə, yenə də bu həftə bir saat bizim bugünkü efirimizi məhz psixoloji pozuntu və psixi xəstəliklər üzərində qurduq. Ümumi anlamda elə bizi izləyən tamaşaçıların da özlərinin, ailə üzvlərini narahat edəcək problemlər varsa, təbii ki, istənilən mövzuyla bağlı suallarınızı verə bilərsiniz. Bir daha xoş gəldiniz. Dəvətimi qəbul etdiyiniz üçün sizə dərin təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun Ülviyə xanım. Sizi salamlayıram, dəvətiniz üçün təşəkkür edirəm. Tamaşaçılarımızı, bizi seyr eləyən hər bir kəsi salamlayıram. Gözəl həftə, gözəl əhval-ruhiyyə arzu edirəm. hər birimizə. Və düşünürəm ki, insanın sağlığı birinci ruhi sağlıqdan başlayır. Bəli. İnsanın əhval-ruhiyyəsi, insanın ruh aləmi qaydasında olanda bütün digər sağlıqlar sanki bir zəmanət almış olurlar. Və ruhumuzun da ekologiyasını qorumaq üçün sənin seçimini Ülviyə xanımı seyr eləmək lazımdır. Çünki Azərbaycan telemekanında xalqa, əhalinin, belə deyim, maraqlarına, ölkəmizə xidmət göstərən yeganə, təmənnasız tibbi, psixoloji bir telelayihədir. Təşəkkür edirəm, doktor. Artıq biz bir neçə xəstəliklər haqqında danışmışıq, mütəmadi olaraq, elə depressiyadan da, panik atakdan da. Xəstəliklərin morfologiyasını biz niyə danışırıq? Çünki xəstəliklərin hansı mütəxəssisdə axtarmağımız və müalicə almağımız daha dəqiq bilinsin deyə hər dəfə onların morfologiyasının, etiologiyası haqqında ciddi məlumatlar veririk. Bu günlərimdə konkret bir mövzu qoymadıq, amma yenə də aktual olan biz doktorla axşamlar elə mərkəzdən də platforma üzərindən, TikTok platforması üzərindən canlı da açır, ora müraciət edən insan. Əslində bizdə maraq orada axtarış nədir, doktor? Daha çox kütləni narahat eləyən və onlarla birbaşa, belə deyək, dırnaqarası olsa mücadilə edən savaş hansıdır? Hansı əziyyət daha çox çəkilir və aktual psixoloji problem nədir? Və müraciət edən insanlardan da daha çox görürük. Təşviş, həyəcan demək olar birinci yerdədir. Panik atak onun ardıca gələndir. Depressiyanın düzdür, biz tam olaraq özümüz bəzən diaqnoz qoyuruq da, amma buna mütəxəssislərin diaqnoz qoyması bir neçə müddətdir və mütəmadi olaraq hər gün səhər saatlarından axşama qədər pasiyent üzərindən qəbul edirsiniz. Psixoterapiya da ağır bir əslində terapiya metodudur. Daha çox rastlanan və yeniyetmələrdə belə götürək də nədir? Bax, bugün vüsət alır ki, biz artıq onun qarşısında belə aciz qalırıq. Təbii ki, tamaşaçılarımız yenə həmişəki kimi zəng qrup şəxsi suallarını verə bilərlər. Böyük məmnuniyyətlə sizin yaratdığınız bu fürsətdən yararlanaraq onlara faydalı olmağa çalışacağıq. Bugünkü gün ümumiyyətlə çox geniş yayılıbdır problemlər. Və zaten insanlar bilməlidir ki, bütün xəstəliklər birinci növbədə insanın ruh aləmindən, psixikasından başlayır. Onkologiya, bədxassəli xərçəng, infarkt, insult, hətta bədbəxt hadisələr belə baş verməzdən nə qədər müddət əvvəl insanın əhval-ruhiyyəsində müəyyən bir əlamətlərlə
gəlir Bəli, gündəmə. göstərir. Məsələn, kimsə təşvişdən, həyəcandan şikayətlənməyə başlayır, narahatlıq deyirlər, nigaranlıq deyirlər, həyəcanlıdır, nəsə bədbəxt bir hadisənin olacağını düşünür, beyninə gələcəklə bağlı qorxunc, təşvişli fikirlər gəlir, kimisindəsə depressiyanın əlamətləri ilə başlayır proses, məsələn, əhval-ruhiyyəsi düşür səbəbsiz yerə, əvvəllər zövq aldığı, heç nədən zövq almadığını şikayətlənir. Ən dəhşətlisi, həyatın mənasını, anlamını itirdiyini söyləyir. Sanki bir bədbinlik, əzginlik yaranır. Kimdəsə nevrosteniya, halsızlıq, ruhsuzluq, enerji tükənməşliyindən şikayətlənir. Sanki halım yoxdur, nəysə addım atmağa, hansı hərəkət eləməyə. Başqa bir insanlarda görürsünüz ki, qəribə vərdişlər peyda olur. Başqa bir insanlarda görürsünüz ki, panik atakın ilkin əlamətləri ürək döyüntü, qorxu hissi, təngi nəfəslik, boğulma və s. yeniyetmələrdə, gənclərdə, uşaqlarda davranış pozuntuları, aqressiya, hirs və qəzəbini kontrol eləyə bilməmək, görürsünüz ki, deyir, mənasız yerə əsəbləşir, ailə üzvləri ilə yola getmir, valideynləri ilə və yaxud da qapalılıq, evdən çölə çıxmaq istəmir, dostları ilə ünsiyyəti kəsir, yuxu pozuntuları ilə başlayır, yata bilmir, yatağa uzanırlar, beyinlərinə çox, belə deyim, negativ xatirəli fikirlər gəlir və yaxud da yatır gecənin bir aləmi yuxudan ayılır, təkrar yuxuya gedə bilmir, bəzilərində qidalanma pozuntusu, davamlı şəkildə yeyir, artıq çəki alır, amma bu qidalanmanın qarşısını ala bilmir, nə qədər cəhd eləsə də, cinsi həyatda problemlər kişilərdə və qadınlarda yarana bilər. Xülasə, müxtəlif belə əlamətlərlə başlayır, sonra ilk öncə hər hansı bir psixoloji pozuntu, psixiatrik bir xəstəlik üzə çıxır, bir müddətdən sonra isə artıq digər sahənin həkimləri həmin insanda infarkt, insult qeydə alırlar və yaxud da bədxassəli xərçəng kişinin hansısa bir növünü qeydə alırlar. Yəni, hər şey başlayır psixoloji ruh halından. Ona görə də insan birinci növbədə ruhunun, yəni psixikasının, psixika sözü ruh deməkdir də, onun sağlığının qeydinə qalmalıdır ilk növbədə. Bəli, biz bəzən hər zaman deyirik ki, psixoloji immunitet yaratmalıyıq. Bunu bioloji immunitetlə biz eyniləşdiririk. Əslində, psixoloji immunitet bizim o dediyimiz kimi doktor Nəgöz axırdalıqları, axronoloji ardıcıllıqla dedi, bizim dayanıqlıq gücümüzü, emosional dayanıqlıq gücümüzün bərpasıdır. Düşdüyümüz vəziyyət və situasiyada soyuqqanlı olaraq özümüzü və idarə etməmizi itirməməyimizdir ki, bunu da təbii ki, özümüz istəyimiz ola bilər, amma bacarığımız hər kəsdə var, bu mütləq deyil və bunu hər kəs də edə biləcək, gücdə də deyil. İstək bizi mütəxəssisə yönələrək bərabər müştərək bir həyata keçirmə gücü verir. Bizim telefon xəttində tamaşaçımız var. Hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. Həkimimizə də salamlayıram. Əleyküm salam. Həkim, mənim yaxınımın, yəni əvvəl belə danışıb gülən qadın idi. İndi özünə qapanıb, dərdini açıb heç kimə də demir. Bir mənlə yəni münasibət qura bilir. O da belə də qılıqlıya, həkimə də getmir. Belə özünə qapanır, birdən ürəyi döyünür, yaxasını başını cırır, ağlayır. Yəni bunu nə edə bilərik? Təşəkkür edirəm sualınıza görə. Ülviyə xanım, nəsə sizin sualınız var mı? Soruşacaqdım, neçə müddətdir bu hallar davam eləyir? Əgər ayrılmayıbsa bizdən tamaşaçımız, əlaqə kəsildi, tamam, neçə müddətdir? Yəni, bizə o say göstərici həmişə mənə maraqlı gəlir ki, müddəti bəzən də bizim normal həyat tərzimizə də eyniləşdirib yaşadılan insanlar var. İllərə bağlı bir məqam var. Bəzisi isə yeni olanı özündə həmən kəşf edir və artıq düşünür ki, necə edim? O yüzdən, tamam, demək ki, artıq özünə qapanmış, baxın, indi deyir, mənimlə bölüşür, amma bölüşdükləri nədir, onu da tam bilmədik. Çox böyük ehtimalən bölüşdükləri səbəbdən daha çox öz şikayətləridir.
yəni o simptomları, əlamətləri bölüşür. Bu təşvişli depressiv pozuntunun əlamətlərinə bənzəyir. Gördüyünüz kimi depressiyanın aydın simptomları var. Qapanmaq, həyat eşqinin sönməyi, həyat eşqinin sönməyi isə təəssüf ki, ümumiyyətlə həyatın sönməyinin ilkin əlamətləridir də və eyni zamanda orada təşviş əlamətləri də var. Ona görə bu qarışıq bir simptomatikadır və bilirsiniz, ümumiyyətlə istənilən psixoloji problem zamanı mən həmişə xahiş eləyirəm həmin o insanın yaxın çevrəsindən ki, heç vaxt insanı qınamayın, heç vaxt üzərinə getməyin, çox diqqətli və həssas olun. Hətta özünü ələ al, fikir vermə, boş ver getsin, boş şeylərdir bunlar. Demək belə həmin insanın heysiyyatına daxilən çox ciddi toxunur. Yəni o özünü ələ ala bilsəydi, vəziyyəti kontrol edə bilsəydi, zaten bu vəziyyətə düşməzdi ki, o hər hansı bir simptom ümumiyyətlə tibbdə, təkcə psixologiyada yox, o zaman yaranır ki, artıq insanın daxili resursları, potensialı tükənir və o daxili mexanizmlər artıq işləmir və onda əlamət üzə çıxır və təəssüf ki, kənardan bir söz demək asandır, kənardan baxana döyüş həmişə asan gəlir. Amma bu halda mütləq şəkildə türklərin bir ifadəsi var. Bir an öncə Azərbaycan dilində səhv eləmirsə belə səslənir. Yəni tələsmək lazımdır. Ləngitmədən, gecikmədən gəlib müraciət eləsinlər. Bilirsiniz niyə? Ona görə ki, hər nəinki gün, hər saat pasiyentin əleyhinə işləyir. Bəli. Biz bilmirik axı. Siz birinci mən təşəkkür eləyirəm bu xanıma, həssaslığına, insanlığına görə ki, həmin o heç belə bilmirik nə qədər yaxındılar, nə qədər qan bağlılığı varmı, yoxmu, amma görürsüz bir insan olaraq onun yanındadır. Bəli, ancaq bu artıq o limitlərin tükəndiyini göstərir və o insan bölüşür, paylaşır, amma hər şeyi yox. Həm bu xanım bilsin, həm bütün tamaşaçılarımız bilsin. Siz kənardan insanda nələrisə müşahidə edirsinizsə, o icebergin görsənən 1%-idir. O insanın daxilində hansı başqa fikirlər, ideyalar yaranıbdır. O belə deyək də, bu məqamda o şuur altında bəzi negativ qüvvələr, fikirlər ona nələr məsləhət görür, hara yönləndirir, hansı bir dəhşətli faciənin başlanğıcı qoyulur. Biz çox gözəl bilirik ki, yeganə haldır ki, psixoloji sıxıntılar hətta ona gətirib çıxarır ki, insan öz həyatına belə qıyır. Ona görə nələr gəlir qarşıdan, nələr ola bilər biz bunu bilmirik. Ona görə təcili, təxirə salınmaz surətdə müraciət eləmək lazımdır. Əslində elə Ülviyə xanımın peşəkar nəzarəti, dəstəyi, çətiri altında fəaliyyət göstərən psixonevroloji mərkəz birinci amalımız məhz belə insanların həyatının xilasıdır Ülviyə xanım. Bu, özü də bizim psixoloji problemlər belədir ki, bilirsiniz, digər problemlər, digər orqanlarda baş verən dəyişikliklər sırf bir insanın həyatını həll eləyirsə, psixoloji problemlər təkcə o insanın deyil, onun ailəsinin, yaxın çevrəsinin, ətrafında olan hər bir kəsin taleyində geri dönməz bir izlər buraxır. Ona görə də burada artıq mütləq hər saat belə prosesin əleyhinə işləyə bilər və nə qədər tez müraciət olunsa, biz bir o qədər bu insanın həyatını xilas eləyə bilərik. Apardığımız psixoterapevtik müalicənin effekti o qədər daha təmiz və gözəl alınacaq. Bəli, ən əsası da və əgər özünə artıq insan təcili dolunmanı seçibsə, yadlaşmadır, qapanmadırsa, bu artıq ciddi əlamətdir və simptomun hardasa bir partlayış nöqtəsidir. Hələ ona qədər görün, nə qədər bir aylar, bəlkə də illər bir mərhələ gəlib ki, sonda artıq bu özünü bu formada göstərir. Bizim növbəti tamaşaçımız var. Sizi də eşidək. Hər vaxtınız xeyir olsun. Buyurun. Alo. Hər vaxtınız xeyir olsun. Buyurun. Salam, hər vaxtınız xeyir. Salam əleykum. Həkimə də salamlayıram. Əleykum salam. Həkim, mənim 2 nəvələrim var. 3 yaşı bir ayda tamam olub, 4 yaşına keçibdi. Bunlar danışa bilmirlər. Logoped aparılır, psixoloq aparılır. Bir də bir bütünləmə deyirlər, nə deyirlər, bir
belə şey var. O başa düşə bilmirəm nə olan şeydir o. Onu aparırlar. İndi buna dərman müalicəsi də lazımdırmı? Bilmirəm nə edək biz. Nə məsləhət görərdiniz? Təşəkkür edirik zənginizə görə. Allah gül balaları da saxlasın. Əkiz balalarımız 3 yaşında olan uşaqların, əslində 3 yaşında uşağın danışmaması elə də dünya qədər bir faciə deyil ki, bunu artıq bu qədər prosedurlara yazılsın. Deyilmi doktor? Tam razıyam. Mən də demək istəyirəm ki, Allah bütün evladları qorusun. Başda da bu iki əkiz olmaqla. Düzdür, öyrənə bilmədik ki, oğlandı, qızdı, amma fərq eləməz bir ümumi bir söz deyim. Yəni, burada bir məqam da var da, tamaşaçılar bilsin ki, adətən oğlan uşaqlarında bu proseslər ümumiyyətlə daha ləng gedir. Daha çox yaşlarında olan, yəni danışmağında problem olan uşaqları var. Bunlar heç biri qorxutmamalıdır və burada təəssüf ki, bir ağırlı məsələni də vurğulamalıyam ki, vətəndaşlarımız bilsinlər. Bu sosial şəbəkələr üzərindən özlərini reklam eləyən, amma heç bir təhsili olmayan bəzi saxta, yalançı, dırnaqarası mütəxəssislər var ki, kimisi özünə həkim deyir, kimisi özünə psixoloq deyir. Baxmayaraq ki, ən yaxşı halda 1 aylıq, 5 aylıq kurs keçib, heç bir təhsili yoxdur. Və onlar həmin o göbələk kimi çıxmış saxta mərkəzciklərdə insanları o qədər qorxudurlar. Görürsünüz, qədəm qoymamış ora, artıq ora da get, bura da get. Mən anlamadım. Əgər burada bir nitq problemi ilə gəliblərsə, bax o deyilən xidmətlərin nə yeri var? Axı insanda bir vicdan olmağı yaxşı şeydir. Necə bunlar bunu eləyir? Necə fikirləşmirlər ki? Çox maraqlıdır ki, diaqnoz olaraq hələ qorxduğumuz autizm diaqnozu mu bəlkə qoyulubmu bu uşağa? Hər danışmayan uşağa, davranış pozuntusu olan uşaqlara, hətta ağıldan zəka və geri zəkalı olan uşaqlarda nitq ləngiməsi və nitq qüsuru, bunlar ayrı-ayrı, bunların belə toplumda hər birinə hamısına autizm diaqnozu, spektr pozuntusu qoyulur. Və bu terapiyalar daha çox həmin sözün əsl mənasında o spektr pozuntunu yaşayan övladlar üçündür. Biz dediyimiz düyü bütüləmədir, bu sensor inteqrasiya olacaq, bu istifadələr də terapiya metodlarının danışmayan uşaqla nə əlaqəsi, o sosiallaşmağa daha çox olan rənglər üzərində ilərin, qoxuların kəşf edilməsi, o da müəyyən spektr pozuntusunda daha çox yaxındır deyə terapiyalardan. Çox qəribə şeylərdir və hər gün belə bir şeylərin başqa fonda olan məlumatlarını eşidirik, doktor. Yenə də əziyyət çəkən valideynlər və körpə balalardır. Bilirsiniz, Ülviyə xanım, təəssüf ki, belə məsələləri bəzi, yenə deyirəm, o mütəxəssis olmayıb özünə mütəxəssis deyənlər adi hal kimi təqdim eləməyə çalışır. Ancaq valideyn üçün çox ciddi travmadır və bir valideynə sənin uşağının bir qüsuru, problemi var demək o deməkdir ki, bu valideyn özü də bilmədən o uşaqda o problemi yaradacaq. Bilirsiniz niyə? Axtarır da hər gün onu. Həmişə, o deyirik, qorxan gözə çöp düşər. Lazımsız yerə uşağın üzərində əsmək gələcəkdə tamam başqa davranış pozuntularına zəmin yaradır. Bir də, əziz valideynlər, birinci növbədə həkim psixoterapevtin diaqnozunu qoymadan bu dediyiniz proseslər, bu dediyiniz terapiyalar, bu dediyiniz seansların heç biri aparılmağı düzgün deyil. Yəni, tibbi təhsili olmayan bir insan diaqnoz qoya bilməz. O diaqnozu qoymaq, o diaqnozu dəqiq qoymaq üçün bizim illərimiz yox, 10 illiklərimiz gedir ki, anlayaq bunlar nədir, necə baş verir. Nəzərə alsaq ki, tibb hər dəfə yenilənir və o yenilikləri bir daha oxuyub, onlarla tanış olmaq, hər gün özü üzərində işləmək və çalışan peşəkarlar bir kənarda. Amma bunu özündə hər şeyi bilmiş kimi tablo yaradan, qeyri-peşəkar, ümumiyyətlə real, gerçək olmayan insan tiplərinin bunu aşılaması bir ailə faciəsidir, mən deyirəm. Bəli, və üstə gələk burada bunda deyim ki, düzdür. Bir çox yerlərdə hardasa xırda problemi olan uşaqlara ağır bir dərman da yazanlar var ki, o uşağın beynini inkişafdan saxlayır. Amma problem yaratmayan, uşağın beynini inkişafdan saxlamayan, əksinə inkişafa stimul verən müəyyən preparatlar var ki, hətta problem varsa da onu təyin eləmək mütləq vacibdir. O uşaq o dərman preparatını qəbul eləməsə, sizin 6 aya görməli olduğunuz o psixoloji korreksiya problemini siz 6 il aparsaz da istədiyiniz effekti almayacaqsınız. Ona görə də mən həm bu tamaşaçıya, həm digər bu problemlə rastlaşan tamaşaçıları
dəvət eləyirəm psixonevroloji mərkəzdə gəlsinlər, ən azı bir müayinə keçirdək. Ən azı baxaq, dəyərləndirək, vəziyyəti qiymətləndirək. Lazımdırsa yenə deyirəm, beyni inkişafdan saxlamayan hər hansı bir dərman preparatı ilə prosesə dəstək verək və bəlkə də heç ümumiyyətlə bəlli olacaq ki, o aparılan o dırnaqarası seanslar uşağa kömək eləmək əvəzinə onun bütün psixikasını və beynini alt-üst eləyə bilər. Bəli, bunlar hansı ki, biz də gündə rastlaşırıq. Bizim reklam fasiləmiz var. Tamaşaçımız da telefon xəttində qaldı. Sizi də eşidə bilmədik. Reklam fasiləsindən sonra yenidən geri dönüş etməyinizi xahiş eləyəcəyik. Qısa reklam arası, sonra yenidən buradayıq. Reklamlar. Reklamlar bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladım ki, biz bugün ümumi psixoloji pozuntu və psixi xəstəliklərdən danışırıq. Yaranma tarixçəsi, morfologiyası, yaranma səbəbləri, etiologiyası, simptom və əlamətlərini dəyərli həkim psixoterapevt Elmir Əkbərlə bölüşürük. Mövzuya keçid etməzdən öncə proqramımızın baş sponsor və sponsoruna dərin təşəkkür etmək istəyirəm. Base Beef ət və ət məhsulları 2002-ci ildən etibarən Elite Food Company adı altında və Base Beef markası ilə fəaliyyət göstərən böyük bir müəssisənin fəaliyyətindən söhbət gedir. Hansı ki, ailə üzvlərimizin etibarla və güvənlə istifadə edə biləcəyimizə bizə verdiyi zəmanətdən. Şərqi Zəngəzur və Qarabağ istehlakçılarının da artıq ixtiyarına buraxılmışdır. Sizə dərin təşəkkür edirəm o yüksək keyfiyyətli fəaliyyətiniz üçün və bizə illərdir göstərdiyiniz dəstək və əməkdaşlığınız üçün. Best Beef sənin seçimin. Proqramımızın ikinci sponsoru Endokrin Mərkəz haqqında danışmaq istəyirəm. Hansı ki, endokrinoloji xəstəliklərin doğru, düzgün müayinə və müalicəsinin məkanı. Məhz həmin mərkəzə endokrinoloq cərrah Sadiq Bəbirov rəhbərlik edir. Həmin klinikada endokrinoloji xəstəliklərlə bərabər digər xəstəliklərin də doğru, düzgün diaqnostikası aparılır və xüsusən biokimyəvi və hormonal testlərin aparılması üçün yüksək standartlara sahib avadanlıqlarla təchiz olunmuş laboratoriya və ultrason cihaz aparatlarına sahib olan bir mərkəz klinikadır. Ünvan Nərimanov metro stansiyasının yanı, Heydər Əliyev mərkəzinin düz yaxınlığı İzzətdin Həsənoğlu 4A ünvanı. Əlaqə nömrələri 012 şəhər telefonlarından 514 45 01 012 514 45 02 mobil nömrələr üzərindən operatorlardan 050 və 070 operatorlar üzərindən 210 23 44 nömrəli mobil telefonlar birbaşa endokrin mərkəz klinikanın əlaqə nömrələridir. Sizə də dərin təşəkkürümüzü bildiririk və keçid alaq mövzumuza. Bizim telefon xəttində doktor tamaşaçımız reklam öncəsindən də gözləyir. Sizi biraz gözlətdik, üzürlü sayın. Buyurun, hər vaxtınız xeyir olsun. Sizi də eşidək. Hər vaxtınız xeyir olsun. Sizi də salamlayıram, Elmir müəllim də salam. Əleyküm salam. Mən Elmir müəllimin pərəstişkarıyam. Asiyanın qazanalım. Mənim nəvəmin 12 yaşı var. Biz 6-7 yaşından sonra bu uşaqda elə bir qorxu əmələ gəlib. İndi bu boyda yaş keçəndən sonra indi taza güldənib. Bu otaqdan o birisi otağa keçə bilmir. Gərək mənim əlimdən tutar, məndən o birisi otağa keçə. Mən indi buna nə eləyim? Mən sizin yanınıza gətirə bilərəm. Təşəkkür edirik zənginiz üçün. Əlbəttə ki, gətirə bilərsiniz. Elə Elmir doktor məsələ peşəkarlığı ilə bu sahədə olan xəstəliklərin müalicəsi ilə məşğuldur. 6 yaşından nəzərə alaq ki, indi 12 yaş var. 6 ildir ki, uşaqda qorxu var və müraciət olunmayıbsa artıq bu özü də ciddi bir göstərişdir. Mən təşəkkür eləyirəm. Hətta sizin pərəstişkarınızdır demək istəyir. Allah sizə can sağlığı versin, gözəl anamız. Ömrünüz uzun olsun, dərin təşəkkürümü bildirirəm. Xoş sözləriniz üçün. Allah bu nəvəni, bu balanı qorusun, saxlasın. Və çox gözəl ki, nənə görürsünüzmü, necə qeydinə qalır, narahatdır onun durumu ilə bağlı. Mən qısa olaraq bir sözü deyim, çox üzr istəyirəm bunu ifadə, amma eləməliyəm deyim də. Elmir Əkbərə bir psixoterapevt olaraq müraciət eləmək nə deməkdir, fərqi nədir, ümumiyyətlə psixoterapevtdə. Məsələ ondan ibarətdir ki, biz həm həkim olaraq, çünki ilkin təhsilimiz bir psixiatriyadır, bir müalicə işi təhsilidir. Mən hələ qoyuram kənara Avstriyadakı təhsili, Amerikadakı təcrübəni. Hələ onlar bir yanda, yəni həm həkim olaraq diaqnoz qoymaq lazım gələndə
heç bir asıllıq və ciddi fəsad törətməyən zərərsiz bir dərman preparatı təyin edirik. Həm də klinik psixoloqların apardığı seansları və həm də psixoterapiya seansları aparmaq haqqımız var. Və bunu da eləyirik, yəni kompleks şəklində. Yəni bir gedim kimsə diaqnoz qoysun, bir gedim kimsə dərman yazsın, bir gedim kimsə seçim eləyim, seansları keçsin deyilən bir əziyyətə ehtiyac qalmır. İkinci, bizim çox dəyərli savadlı psixiatrlarımız var, amma psixiatrik xidmət onlar çox ağır, illərə söykənmiş ağır psixotik, artıq geri dönməz şizofrenik bir proses keçən pasiyentlərlə işləyirlər və onların istifadə elədiyi dərman preparatları belə təşviş, həyəcan pozuntusu, panik atakda, depressiyalarda, xüsusilə də yeniyetmələrdə, uşaqlarda ağır fəsad verə bilər, əgər düzgün müraciət olunmasa. Amma bir psixoterapevtin qəbulunda isə biz hər şeyin ən yumşağından başlayırıq. Çünki bizim əlimizdə çox güclü bir təsir gücünə, möcüzəli effekt verən psixoterapiya seansları var. Və burada bir şeyə də çox fikir versin tamaşaçılarımız. Təəssüf ki, indi o qədər dələduzlar var ki, özlərini psixoterapevt adlandırır. İraq dəyərli, savadlı insanlardan, hətta bəzi fırıldaqçı psixiatrlar, psixoloqlar və hətta nevroloqlar özlərinə psixoterapevt deyir. Halbuki mütləq şəkildə o insanın, əgər o psixoterapevtdirsə, Azərbaycan Səhiyyə Nazirliyinin verdiyi psixoterapevt vəsiqəsi olmalıdır və diplomda psixiatr, psixoloq deyil də sırf psixoterapevt ixtisası yazılmalıdır. Mən niyə deyirəm ki, Səhiyyə Nazirliyi onu təsdiqləməlidir? Çünki indi bəziləri, nə bilim, süni intellekt vasitəsilə, indi ChatGPT, Photoshopla yalandan özlərinə diplom hazırlayırlar ki, güya heç ayağı dəymədiyi ölkələrdə, güya Rusiyada, Türkiyədə, Ukraynada güya bu insan olub. Ukraynada müharibədir, heç Ukraynalılar özləri orada deyirlər. Amma güya bunlar orada təhsil alıb, psixoterapevt ixtisası alıblar. Amma halbuki Səhiyyə Nazirliyi araşdıranda məlum olur ki, bu adam saxta özü düzəldibdir bu diplomu. Heç bir təsdiqi yoxdur. Amma dövlət portalı var ki, bizim hər birimiz mütəxəssislər, baxın o gün gördünüzmü, daxil olan kimi təhsil haqqında, diplom haqqında bütün məlumatlar çıxır üzə və biz imtahanlar veririk, sertifikasiya imtahanları, müxtəlif digər hər dəfə biz yoxlamalardan keçirik. Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi bizi nəzarətdə saxlayır. Hətta 3 böyük stansiyalardan biz yoxlanışlardan, həmin o mərkəzlərdən, yoxlanışlardan keçiririk ki, hər üçündə də eyni formada təsdiqini tapmalıdır. Onlardan birində belə göstəriş olması artıq onun varlığında belə şübhə yaradır. Bunlar var və bu insanlarda yenə də əziyyət çəkən, hər dəfə vurğuluram, baxın, görürsünüz, bəlkə də elə bu anamız belə özündə bəlkə də müraciət edib, o illərdə bəlkə də o uşaqda qorxu xofu götürülməyib. Yanlış müalicələrin də qurbanı ola bilər. Biz indi anamıza bu sualı da vermədik. Bunlar da ola bilər ki, artıq inam, güvən itib və artıq sizə olan o inamdan etibardan, baxın, niyə görə burada şəxsi inam üzərindən həkimə gedilməlidir? Həkimə şəxsi keyfiyyətlər yox, onun peşəkarlığı və həkimdir deyə müraciət olunmalıdır. Amma bizdə bunlar, bilirsiniz, kənarlaşıb, sizi şəxsi tanıyan insanlar güvənib gəlir. Şəxsi tanımayanlar üçün yenə biz qaranlıq bir dünyaya, amma belə olmamalıdır. Bunu yaradan insanlar, bu boşluğu çox təəssüf olsun ki, cəfəngiyyatlarla dolduran insanlar o qədər peyda oldu ki, bu sahə kölgədə qaldır. Tamamən təbii ki, darmadağın oldu deyə bilmirik. Güclü sahədir, böyük elmi təcrübə tələb edən sahədir. Heç kəs onu kölgədə qoyub, onu tamamən silə bilməz. Amma yenə də müəyyən büdrəmələr yaşandı da. Bax, bu insanlarda o aksatmaların da nəticəsi oldu. Təbii ki, müraciət edə bilərik. Bizim ünvanımız Nərimanov metro stansiyasının yanında yerləşir. Doktor hər gün səhər saatlarından günün ikinci yarısına qədər, hətta seansları olanda belə bizim mərkəzin ən son tərk edən həkimi olur. 8-ə qədər, 9-a qədər seanslar keçən həkimdir. Həmin bu efirdə olan nömrələrlə əlaqə saxlayıb, geri dönüş edərək doktorla birbaşa qəbul zamanına və sizə ünvan tam dəqiq deyiləcək. Nə gözəl ki, müraciət edin, bizim də azacıq da olsa bir qatqımız olsun. Təbii ki, burada yəqin ki, doktor razılaşarıq, bizim növbəti tamaşaçımız da gözləyir. Əgər ayrılmayıbsa, mən xahiş edəcəm, bizdən efir rejissorumuz bildirsin. Xəttdən ayrılmayıbsa tamaşaçımız.
Burada generalizə olmuş bəlkə təşviş pozuntusu deyilmi? Artıq qorxu, ayrılıq, bəli, bilirsiniz, məsələ ondan ibarətdir ki, çox gözəl dediniz. O qədər özünü yalandan psixoterapevt, təhsilsiz olan psixoloqlar, hansı ki, tamam başqa yolun yolçularıdır. İnsanların ümidini, inamını sındırıb. Amma əziz vətəndaşlarımız mütləq maraqlanın, təhsillə, diplomla, Səhiyyə Nazirliyi tanıyırmı onu? Məhz bizim mərkəzdə, bizim bunu fəxrlə deyirəm ki, sizin nəzarətiniz ona xidmət göstərir ki, sözün həqiqi mənasında psixoterapevt psixoterapiya ilə məşğul olur. Psixiatr, hörmətli, məsələn, universitetlərin müəllimi, tibb universitetinin gözü olan mütəxəssisimiz var. Araz müəllim. O psixiatriya ilə məşğul, narkoloqumuz narkologiya ilə məşğul, ən yüksək səviyyədə. Hər kəs, bəli, Araz doktor, bilirsiniz, hər kəs öz işi ilə məşğul olanda onda doğru nəticə əldə etmək mümkündür. Təəssüf ki, o gözəl bir şeirdə deyirik, səhv düşəndə insanların yerləri. Bəli. Növbəti tamaşaçımızı da eşidək. Sizi elə görmüşkən doktor israrla qoşulmaq istəyirlər. Tamam, eşidək sizi də. Hər vaxtınız xeyir olsun. Buyurun. Salam, hər vaxtınız xeyir olsun Ülviyə xanım. İlmir bəyi də salamlayıram. Sizə çox təşəkkür edirəm. Çox minnətdaram sizə. Bu cürə həkimləri efirə dəvət edib insanların beyninə həkk eləyirsiniz ki, o savadsız həkimlərin yanına özünü həkim deyən, estağfurullah, onlara həkim demək lazım deyil, özlərini tanıdırlar və insanların evlatlarının evini yıxırlar. Mən Elmir bəyə belə bir sual vermək istəyirəm, iradımı bildirməkdən. Elmir bəy, bizim Şəmkirdən bir qonağımız gəldi. Adını da çəkə bilərəm, əgər icazə verərsinizsə o həkim deyilən bir şəxsi. Ehtiyac yoxdur, ümumilikdə danışaq, sonra həkim... Aha, tamam. O televizorlarda, sosial şəbəkələrdə özünü reklam eləyən bir xanım, onunla əlaqə saxladılar, gətiriblər onun yanına. Uşaq sadəcə özünə qapanırdı. Demək olar ki, gəldim onun yanına, başını baha qiymətə, nə bilim, bahalı nələr yazılar. Sən deyinə, bu uşaq nevrolog deyilmiş, onluq deyilmiş. Qalxın gül kimi uşağını eliflər xəstə, uşaq çox pis gündədir. Doktor, buna indi nə eləmək olar? Axı, bu insanlar sosial şəbəkələrdə çıxış elib özlərini niyə reklam edirlər? Elmir bəy, deyirsiniz, savadlı həkim. Biz hardan bilək ki, o xanım savadlıdır, savadsızdır. Və indi sizi bütün Azərbaycan, dünya tanıyır ki, Elmir bəy kimdir? Ona görə də biz israrla istədik ki, sizə qoşulaq ki, bu fikirlərimizi bildirək ki, Elmir bəy, bax bu uşağa biz nə eləyə bilərik? Necə kömək eləyə bilərik ki, bu uşağın evini yıxıb həmən xanım? Demək olar ki, heç belə nə malicə ilə, ondan sonra heç nə ilə düzələsi deyil. Uşağa sən demə, bu psixoloqluğuymuş, iynələyən dərmandan döşətdirib, indi də pis gündədir. Uşağa diaqnoz olaraq nə qoyuldu? Sizin müraciət etdiyiniz mütəxəssis səhv etmirəmsə, nevroloq olub? Bəli, bilmədən onun yanına gediblər. O da deyib, mənlikdir, narahat olmayın, mən bunu sağaldacağım. Heç bir diaqnoz qoymadan. Sadəcə mən bunu sağaldıb, sizə sağlam verəcəm. O uşaq o günü dərman yazıb, dərman bütün uşağın bədənini yara təpdiribdir. O da qaşıyır, bütün qan tökülür. Yenidən başqa bir həkimə, dər həkiminə müraciət elədik. O ona naz yazdı. Demək olar ki, bir az çəkiliblər. Həmin xanımın reseptindən sonra olub bu. Allah körpə balam belə deyildi, artıq gəncdirsə, yetkindirsə özü kömək olsun. Təbii ki, baxın, mütəxəssis yanlış müraciət, psixoloji problemi nevroloqun müalicə etməsi, hətta dəridə qədər ciddi problemin yaranması. Müraciət etdiniz, təbii ki, gətirə bilərsiniz. Əgər bölgə olaraq səhv etmirəmsə, Şəmkir bölgəsi dedi, xanım səhv etmirəmsə əgər, təbii ki, gələ bilərsiniz, əlaqə saxlayın. O uşağın durumu əgər tamamən darmadağın olubsa, demək ki, orada güclü müalicə və korreksiya lazımdır. Mən tamaşaçımıza təşəkkür eləyirəm zəngə görə. Yəni, biz belə deyim də, bir tərəfdən elmə xidmət göstəririk, bir tərəfdən də Allahdan kömək həmişə imdadımızı kəsmirik. Allah özü köməkləri olsun. Təəssüf ki, belə bir insanlıqdan,
uzaq cinayət halları baş verir, özü də çox baş verir. Təəssüf ki, psixoloji bir əlamətlərdən əziyyət çəkən uşaqları, böyükləri aldadan dələduzlar var, hansı ki, onları nevroloji xəstəlik kimi təqdim eləyirlər. Ancaq halbuki, baxın, əziz tamaşaçılar, siz istənilən bir internet saytında yazsaz, panik atak, təşviş həyəcan, depressiya, sairə davranış pozuntuları uşaqlarda, böyüklərdə görəcəksiniz ki, çıxacaq ki, xəstəliklərin beynəlxalq təsnifatında bu F kodu iladır, yəni psixoloji problemlərdir. Bunlar G kodu ilə gedən nevroloji xəstəlik deyil, amma bu vicdansız canilər, dələduzlar insanları aldadır. Görürsünüz, tamaşaçımız deyir ki, göndərib müayinəyə, beynini bahalı müayinəyə. Bəli, o da məsələnin bir ağrılı tərəfidir, doktor. Bəli, heç bir MRT, KT müayinəsi, bahalı qan analizləri heç nə göstərməyəcək. Hər dəfə Ülviyə xanım tamaşaçılarımız zəng vurub bundan şikayət edirlər. Yəni, danışanda özlərini hamı müsəlman, möminə xatun kimi təqdim eləyir. Bunlar heç mi Allah qorxusu yoxdur ki? Yəni, sən necə göndərirsən? Bu müayinədə pasiyentin pulu da gedir, ümidi də gedir. Orqanizmi şüalanır yersiz yerə. Halbuki heç bir MRT, heç bir KT, heç bir qan analizi bahalı, heç nə göstərməyəcəkdir. Mən belə halda deyirəm, əziz tamaşaçılarımız, bu müayinələr üçün gedin dövlətimizin yaratdığı xidmətlər, xəstəxanalarda tam pulsuz sığorta ilə keçin bu müayinələrdən. Həkim seçimi ayrıdır da. Necə ki, insan olur, məsələn, kimisə səsini bəyənir, əgər incə sənətdədirsə, davranışını bəyənir. Həkimin də peşəkarlığı fərqlidir. Amma müayinə metodları, analizlər, laborator instrumental müayinələr, bunları gedin sığorta ilə ödənişsiz dövlət xəstəxanasında keçin. Valla, inanırsınız, bir vətəndaş, bir Azərbaycanlı olaraq mən istəyirəm ki, bilirsiniz, elə pis hisslər yaşayırıq hər birimiz belə halları eşidəndə. Bəli, insan emosiyalarını belə toplayır. Halbuki belələri bir nevroloji xəstəliyin öhdəsindən gəlmirlər. Halbuki dəfələrlə adi bir inansızmı meningitdən əziyyət çəkən pasiyent bax elə dırnaq arası İraq yaxşılarından gəzib bütün özünün reklamına milyonlar yatızdıran dələduzları heç bir o nevroloqlar ona diaqnoz, nəhayət bir nevroloq həkimimiz o diaqnozu qoyubdur ki, səni aldadıblar. Bu, sırf sənin beynində iltihabi proses gedir. Demək, bunlar nevrologiyadan heç bir anlayışları yoxdur. Ancaq, belə deyim də, psixoloji problemlər, hansısa bir simptomdan, təşvişdən, həyəcandan əziyyət çəkən insanların üzərində qara, çirkin pul biznesi qururlar. Manipulyasiya edərək həssas nöqtələr üzərində çalışmalar. Bu cinayətdir. Bəli, bir insan həyatını, hətta körpə uşaqdan gedirsə, bunun özü ciddi bir məsuliyyətdir. Biz efirimizin də son dəqiqələri qaldı. Bir sonuncu tamaşaçımız da var. Sizi də eşidək, mümkünsə çox qısa istəyəcəm sizdən. Hər vaxtınız xeyir olsun. Buyurun. Salam, hər vaxtınız xeyir. Mənim həkimə sualım, mənim yoldaşım gecə olanda gözünə adamlar görükür, həkimə göstərdiyi şizofren dedilər. Ancaq bunda günüz elə şeylər olmur, yalnız gecə baş verir. Təşəkkür edirik. Təşəkkür edirəm sualınıza görə. Zamanımız da dardır deyə tez deyin bir vacib məsələni ki, baxın, istər psixoloji problemlər, istər psixiatrik xəstəliklər, o qədər əlamətlər bir-birinə bənzəyir ki, adi götürək obsessiv-kompulsiv pozuntunu, şizotipik pozuntunun bir növü ilə, şizofreniyanın bəzi növləri ilə, şəxsiyyət pozuntusunun anankas tipi ilə qarışdırmaq o qədər belə onlar bənzəyir, o qədər qarışdırırlar, dəyişik salırlar. Ona görə də bizim sahədə təhsil və təcrübə o qədər vacibdir. Mən gənc, məsələn, qızlar, xanımlar oxuyurlar, mən onları həmişə dəstəkləyirəm. Amma bir vacib məsələ var, təcrübəsiz bu diaqnozların qoyulmağı, müalicənin aparılmağı elə böyük bir fəsada yer gətirib çıxara bilər ki, çünki simptomlar, əlamətlər bir-birinə çox bənzəyir və vacib diferensial diaqnostika prosesini aparmaq. Bilirsiniz, əzizlərim,
psixoloji problemlərdə, psixiatrik xəstəliklərdə o dələduzlar ki, deyirlər, get MRT elə, get KT elə, get bu bahalı güya xaricə göndərəcəyik qan analizlərini. Onlar heç nə göstərmir. Bütün məsuliyyət biz həkim psixoterapevtlərin çiynindədir ki, o qədər həssas olmalıyıq. Bəzən deyəndə ki, söhbətlə müalicə edirsiniz, o mənə elə toxunur ki, siz söhbət doğmalarınızla, dostlarınızla apara bilərsiniz. Biz bir həkimin aldığı təhsildən ən azı 3 dəfə, bəzən 4 dəfə daha uzun təhsil alırıq həkim psixoterapevt olmağımız üçün. Biz ən azı 3 rezidentura keçirik. Çünki o pasiyent danışır, bizim beynimiz sektorlara bölünür. Biri müşahidə edir, biri analiz edir, bəli, analiz edir, deyilən simptomlarla pasiyentin bədən reaksiyası nə dərəcədə üst-üstə düşür, burada nədən söhbət gedə bilər. Ona görə də diferensial diaqnostika çox vacibdir. Diaqnoz düzgün qoyulmayanda müalicənin də effekti olmayacaqdır. Doğru. Çünki bu problemlər hamısı ilkin nəzərən bir-birinə çox bənzəyir. Ona görə də qısa deyim, gəlin, müraciət eləyin, bacardığımız qədər xidmətinizdə olacağıq, çalışacağıq hər bir məsələni dəqiq diferensial diaqnostika aparaq ki, aparacağımız müalicənin effekti olsun və yaddan çıxarmayın. İstər psixoloji problemlər və hətta psixiatrik xəstəliklərin hamısının ən vacib, əsas müalicə üsulu psixoterapiya seanslarıdır. Bu bizim fikrimiz deyil. Bu bütün beynəlxalq protokolların, bütün universitetlərin, bütün dərs vəsaitlərində yazılmış ana xətti. Əgər siz psixoterapiya seansı keçməsəz, heç bir ən gözəl dərmanın belə effekti olmayacaqdır. Bəli. Çünki dərman adətən dəstəkləyici bir vasitədir və fəsadı aradan qaldırır. Əsl səbəbi isə köklü səbəb etioloji müalicə ancaq və ancaq həkim psixoterapevtin apardığı psixoterapiya seanslarıdır. Bəli, bunu tam olaraq bilmiş olaq. Çünki buradan da dediyimiz bir cümlə, 2 cümlə üzərindən biz fərziyələr üzərindən tam diaqnoz qoya bilmirik, amma əlamətlərin hara apardığını və nədən qaynaqlandığını izahını verə bilərik. Tam diaqnoz və müalicə üçün təbii ki, həkimlərə müraciət lazımdır. Bugünlük bu qədər. Hər birimizə sağlam can və sağlam ruh arzulayaq. Əlimizdən gələni özümüz nə qədər bacarırıqsa edək, amma aciz qaldığımız durumlarda bunun üçün illərini fəda vermiş peşəkarlar var ki, onlara müraciət edək. Heç bir zaman gec deyil düşünək. Sabah eyni vaxtda fərqli mövzu ilə görüşmək ümidi ilə salamat qalın. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Sponsor Endokrin Mərkəz.